Artıq bir neçə gündür ölkə ərazisində yağıntılı hava müşahidə edilir. Paytaxtın bir sıra küçə və prospektlərini su basıb, nəqliyyatın hərəkəti çətinləşib. Müsavat.com bildirir ki, Türkan qəsəbəsində də eyni mənzərə müşahidə olunur. Belə ki, qısa müddətdə yağan yağış qəsəbəni su altında qoyub. Hətta qəfil yaranan gölməçələrdən birində azyaşlı uşaq yıxılaraq xəsarət alıb və xəstəxanalıq olub. Sakinlərin sözlərinə görə yağış yağan kimi qəsəbə keçilməz olur, su yolları basır, evlərə dolur. Səhər saat 8-dən evdən çıxdılar. Saat 2-dən sonra bizimlə əlaqə saxladılar. Ancaq mühərrikin səsindən nə dediklərini anlamadıq. Bunu Astara rayon ərazisində itkin düşən balıqçı Ağadədə Həsənovun əmisi bildirib. Saat 4-də ehtimal etdik ki, yanacaqları bitib. Bundan sonra qayıq göndərdik və aidiyyatı qurumlara məlumat verdik. Səhərədək dayanmadan axtarış aparılıb. Burada batmaq ehtimalı yoxdur. Yanacaq bitə bilər və ya mühərrikin nasaz olması ehtimalı var. Belə hallarda isə mütləq şəkildə helikopter lazımdır. Yoxsa onları xilas etmək olmaz. Ya da bizə Xarici İşlər Nazirliyindən məlumat verilsin ki, bəlkə uşaqlar İrana gedib çıxıblar deyə əlavə edib. Qeyd edək ki, Xəzər dənizində qohum olan 2 nəfər itkin düşüb. Bunlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.